render olan hissəni tapır və nə edir? Şolar. Keçən dəfə biz Code Sandbox-dan başladıq. Code Sandbox-dan başladıq hazır React proyektinin üzərində işləməyə. Normalda React-da başlayanda artıq məsələn elə sizin Əli və Mehdi yoldaşlarınıza yəni birbaşa strukturu qurulmuş bir folder yığınından başladı. Artıq siz necə ki create React app verirsiniz, white ilə qaldırırsınız, buyur. Nə oldu? Burası icazə aldı. Getdi gələcək. Hər dəfə mənə sənə dediyim cümlə var ya. Hər dəfə onun beynimdə təsdiq edirəm. Başa düşürəm. Sizin baxışınızdan mən tuturam. Hə. Vəbşi mən nəysə. Bilmirəm, Create React app vermisiniz, Vitlə nəsə vermisiniz. Yəni hal-hazırda, məsələn, keçən dəfə Code Sandbox-da nə gördük? Bir dənə app funksiyonumuz var idi, düzdürmü? Və həmin app funksiyonda biz komponent yaratdıq. Bu uşaqlar JSX sintaksıdır, düzdürmü? İndi bir sual verim, onu keçən dəfə yanımdadır ki, demişdim. Kənan, JSX-dəki div, HTML-dəki divdirmi? Yox. Bəs, aha. Yazılışda fərq oldu. Məsələn, klass olanda biz klassla yazılırıq da, Aha. klass neyini yazırıq. Ay sağ ol. Yəni bu da nə edir? JSX sintaksdır. Maraqlı aktivitedir. Hə. Yaxşı. Bəs komponent nədir, Rauf? Yəni biz komponent barəsində danışdıq keçən dərs. Bir dənə komponent yazdıq, düzdürmü? Komponent deyiləndə, yəni bunu lore dillə də deyə bilərsən. Mütləq deyil orada hər hansı bir terminlər olsun. Nə nəzərdə komponent nədir ümumiyyətlə? Bax intervyuya getmisən, sənə deyirlər ki, komponent nədir React-da? Əllər. Komponent uşaqlar. Keçən komponent yazdıq. De. Məsəl üçün biz səhifəmiz var bir dənə. Aha. 5 dənə kart yaratmaq istəyirik. Aha. Biz ayrıca komponent olaraq kart komponentini Ay sağ ol. onu import edirik app-a. Yes, uşaqlar. Demək olar ki, React-da hər şey komponent olacaq. Demək olar ki, hər şey komponent olacaq. Yəni siz ayrıca bir HTML yazmayın. Hər şeyi komponent şəklində yazacaqsınız, okey? İndi biz keçən dəfə bunları gördük. Komponenti gördük, app komponent gördük, başa düşdük ki, JSX sintaks nədir. Tamam. Bugün JSX sintaks yaranmamışdan qabaq React necə yazılır ona baxacağıq. Statik fayllar harda saxlanılır ona baxacağıq və vaxt qalarsa növbəti hissələrə keçəcəyik. Buyur. Komponent binəz terminlə deyə bilərsiniz. Terminlə tam tərifi reusable piecelərdir də. Hissələrdir. Müəyyən hissələrdir ki, hansı ki reusable olmalıdır, amma olmaya da bilir. Okay? Tamam. Belə bir HTML-imizi yaratdıq uşaqlar, düzdürmü? İndi mən bir dənə sadəcə div yazıram bura. Bir dənə divim var. ID-si rootdur. Not rendered yazmışam. Okay. Belə bir divimiz var. İndi nə edirəm? Gəlirəm. Normalda tailwind'i qoşanda nə edirdiniz? CDN atırdınız, düzdürmü? Mən də indi React library-nin 2 dənə unpackage-ini qoşacağam. Baxın, bu tailwind işlədənləri tanış gəlir, belə deyim, ümumi bir yanaşma. Nə edirəm? 2 dənə unpackage-dir. Biri React DOM üçün mənə kömək eləyir. Buradan bir dənə instance götürüb bütün divimi, yəni bu rootumu onun içərisində render eləyəcəm. Digər unpackage-im isə artıq mənə React-ın metodlarını verəcək. Okay? İndi gələk, bir dənə də buradan source folder yaradırıq. Və burada bir dənə də app.js faylımı yaradıram. Və nə etməliyəm mütləq şəkildə? Bağlayırıq. Bəli, bağlayırıq. Bunu da bağlamış olduq. Okay.
Normalda biz keçən dərs danışanda dedik ki, bizim bütün single page application'ımız nəyin içərisində baş verəcək? App.js-in içərisində baş verəcək. Düzdürmü? Razı? Aha. Deməli, mənə mütləq bir dənə app komponenti lazımdır. Niyə? Çünki bütün React onun içərisində bütün kontenti render eləyəcək. Düzdürmü? Salam. Viyana'da deyilik. Kendi başlayalım. Ha, qızlara görə ata da staylarsan. Her şey malum. Okay. Gələk yazaq. App komponentimizi yazaq. Const app nə yaza bilərik uşaqlar? Concept beraber get element by ID. Məzələnilib məndən. Bir function yazaq da, düzdürmü? Bunu mən arrow ilə də yaza bilərəm və yaxud declaration ilə də yaza biləriz. Arrow ilə yazıram. Arrow ilə yazıram, bəli. Bir kons yazmışsın. Aha, yes. Yəni ona görə sual verirdim ki, nə yazmalıyam? Yəni görüm declaration deyən olacaqmı? Hamı tutdumu, yəni arrow yazacağımı? Ona görə sual verdim. Ama ben hareket ettim. Yani app'i get element edip sonra içerisinde add list. Eləyədik, nə olub da, yaxşı da, nə olub da. Bax, 5 nəfərim var. Sənə vaxtın çatanda otur nə qədərsən danış. Okay. Okay, deməli, yazıram bir dənə construct. Ya da container deyək də, container. Sən buranı deyirsən. Düzdürmü? Nə edirik uşaqlar? Gəlirik. Hal-hazırda bizim bir bildiyiniz HTML-imiz var. Unpackage-ləri qoşmuşuq. App.js faylımıza source-umuzu vermişik, düzdürmü? İndi React-ı oturtmalıyıq ora, düzdürmü? Mən Vanilla.js-də hal-hazırda bu bir dənə function-dır. Hər hansı bir özəlliyi yoxdur. İndi mən nə etməliyəm? React library-sini çəkib bu app-i atmalıyam ora ki, onun içərisində render olsun. Yəni virtual DOM məntiqi ortaya girsin. Buradan bildiyiniz document get element by root eləyirəm. Düzdürmü? Və artıq burada React DOM. DOM hamısı böyüyən idi. DOM. Yazın DOM div böyüyən opsiyada olacaq. Baxın bir dənə. Hamısı böyüyən idi. Baxın bir dənə. Hamısı böyüklərdir. Bir dənə row DOM render const root React DOM create root container. Burada nə baş verir? Bu React DOM görürsünüz aşağılar. Bax bu unpackage-in içərisində gəlib. Nə edirəm? HTML-dəki divimi götürdüm, mənimsətdim bura. Bura kimi hər şey okeydir də. Normalda bunu Vanilla.js eləyirdik. Nə etdim? Götürdüm həmin root-u, bax bunu. Atdım React-ın içərisinə. Atdım React-ın içərisinə və React-da deyirəm ki, root render elə nəyi? App-i. Amma uşaqlar, bu yazılış, bax bu yazılış artıq JSX syntaxdır. Və biz dedik ki, biz JSX-in əvvələ baxacaq, düzdürmü? Əvvəllər uşaqlar, JSX-i hələ çıxartmamışdan qabaq React.create element metodundan kömək alıb bunu handle edirdilər. React create element. Normalda create element metodu görmüsünüz adi Vanilla.js-də, düzdürmü? Div, nə istəyirsə yaradırdı. Bu isə React-da bir element yaradır. 3 arqument qəbul edir. Hal-hazırda birini göndərmişəm. Birinci arqument hansı element olacağını təyin edir. Bu div ola bilər, bu p ola bilər, bu sizin yaratdığınız element ola bilər. İkinci uşaqlar, bunun propslarıdır. Hansı ki, keçən dəfə komponentdə biz buna toxunduq. Üçüncüdə isə artıq onun contentidir. Tamam, indi birazdan create elementlə başqa bir şey yazacağım, görəcəyik. Bilmirsən əzbərə. Ne? Burada hiç görmedim olduğunu yazdım.
run eləməyi. Çox balaca deyilən görürəm. Eee, Onu demir, başqa. Şey də götür bunu nə gözlə npm run npm server idi, nə idi o? npx server npx server idi deyəsən. Aha, söz alır nəsə. Okay. Uşaqlar, bu nədir? npx server. Normalda sizin yazacağınız React-da artıq bir package.json var. Həmin package.json-da sizin start hissəniz olacaq. Sizin application-ı, React application-ı qaldıracaq, run eləyəcək, düzdürmü? İndi hal-hazırda mən bunu run eləmək istəyirəm. Normalda ID vanilla.js yazanda necə go live-a basıb gedirdim, run olurdu artıq browserdə. Onu eləmək istəyirəm, okey? O da npx serverdən elədim bunu. Aha, burada indi nəsə bir işimiz var deyəsən. 3000-dən açmışam mən, gözlə. Return 4 niyə? Good. Okay. 3000-də açdı, not rendered gəlir və gedir. Niyə? Niyə? Çünki uşaqlar, elə əslində bunu görməyimiz çox yaxşı oldu. İlk nə baş verir? Emidi. Ha. Bura yaxşı bax ki, daha tez yaxınlaşasan. Hə. Okay. Root'u götürürük. ID vanilla.js-ən, düzdürmü? Konteynerə mənimsətdik. Всё. Uşaqlar, bax bu hissədə danışdığımız birinci dərsdəki DOM məsələsi var idi ki, hansı ki vanilla.js-lə React-ın fərqini yaradan, render məsələsini handle eləyən danışırdıq ki, hansı ki bütün DOM-u update eləmirdi, lazım olan hissəni eləyirdi. Yadınızdadır? Uşaqlar, bəli, bax bu nüansda biz həmən bu divi atırıq onun içərisinə. Всё. İndən sonra bütün məsələmiz bax həmən bu divin içərisində olacaq. Bütün pejlərimiz, düzdür, bütün pejlər deyəndə deyəcəksiniz single page application idi. Yəni bunu başa düşməyiniz üçün deyirəm. Yəni sizin vizual olaraq pejlər kimi başa düşəcəksiniz onu, amma orada pejlər olmayacaq. Hamısı bu divin içərisində yaranıb, orada da məhv olacaq, okey? Bu hissədə biz artıq o hissəni yaradırıq və nə deyirəm? Həmən bu divin içərisindəki yazılan məsələ, content bu tərəfdən, yəni app functionu tərəfindən idarə olunacaq. Okay? Ona görə biz ilkin olaraq not renderi görürük. Daha sonra app function işə düşdüyündən dolayı not renderi nə edirik? Görmürük. Baxın, not renderi görmədik. Birinci normal olaraq HTML render olur. Sonra React girir ortaya. React girir, həmən divi çəkir özünə. Həmən app functionunu icra eləyir. Deyir ki, artıq həmən div rootunun içərisindəki contentin sənin app functionundur. İndi gələk app functionumuzu yazaq. İlkin return verirəm bura. Səncə, onu yaxşı birazdan verirəm, sağ olsun. Ümumiyyətlə bir function neçədən nə şey return eləyə bilər? Neçədən şey? Hə. Mən onu bir sayılır. Məsələn, bir function həm obyekt, həm array return edə bilərmi? Eyni vaxtda. Eyni vaxtda. Aha. Belə nə istəyirsən return eləyir, hə, o heç. Okay, ona bir dənə baxarsın. Okay, uşaqlar, nə edirik? Keçən dəfə return uşaqlar bunu gördünüz də, düzdürmü? Salam. Bu JSX-dir. Və biz dedik ki, JSX yazmırıq. Nə edirəm? React-ın create element metodundan kömək alıram. Create element dedik ki, birinci göndərəcəyimiz arqument nə olur? Onun elementi olur. Div göndərirəm. Bir dənə sadəcə div yaradıram. Deyirəm ki, boş bir obyekt, yəni hər hansı bir propsu və ya atributu yoxdur.
Üçüncüdə isə artıq onun kontentini göndərirəm. Yazıram ki, rendered. Yəni belə ki, render oldu. Okay? Gəlirik, baxırıq. Nə gördük? Not rendered. Daha sonra React işə girdi və həmən app.js-i render elədi, bizə verdi. Artıq uşaqlar, virtual DOM-umuz qoşuludur. Artıq React prinsipində işləyir bizim appimiz. Və single page application'dır artıq. Yəni bütün hissəmiz, gələk baxaq. Bu inspektdə diqqətlə fikir verin, çox diqqətlə fikir verin. Niyə? Gələcəkdə dediyim, yəni gələn dərs bu uzaq olacaq. Özünüz görəcəksiniz ki, həqiqətən də hər şey bu root ID-li divin arasında baş verir. Tamam? Və nəyi gördük? Bu render'i gördük. Bu div hansı divdir sizcə? Create elədiyimiz. Bəli, bu create elədiyimiz divdir. Okay, good, əla. Divimizi yaratdıq, əla. Gələk indi astadan bu şəkildə bunu genişləndirək. İndi bir dənə render'də kontenti göndərdik. Axı biz HTML yazanda həmişə divlər içərisində divlər, P-lər, H1-lər göydə uçuşur da, düzdürmü? Bunu necə tətbiq edə bilərik bura? Gələk baxaq. İndi mən bura nə edirəm? İstəyirəm bu divin içərisində bir dənə H1 olsun və həmən H1-in altından ya kurs adları olsun, ya tələbə adları olsun, nələrsə yazar. Okay? Nə edirəm? Deməli, mənə bir dənə H1-mə ehtiyac var. Həmən H1-in propsları olacaq və həmən H1-in də kontenti olacaq. Deməli, həmən H1 bir create elementdə yazılmalıdırmı? Çünki biz bilirik ki, başqa cür elementi yarada bilmirik. Və mən də bilirəm ki, o divin içərisinə düşməsi üçün mən onu üçüncü arqument kimi göndərməliyəm ona. Düzdürmü? Deməli, mən harada yazıram o H1 məsələsini? Kontentin yerində yazıram. Və nə ilə yazıram? Create elementlə yazıram. Deməli, yazıram React create element. Birinci arqumentim H1. Boş mötərizə, yəni hər hansı bir props və atributum olmayacaq. Burada da yazıram kursus. Kurslar. Bəli, divin içərisində H1 oldu. Bax, bu hissə var ha. Bura mənim kontentim idi. Düzdür? Bax, rendered yazmışdım bura. Düzdürmü? Rendered. İndi bunu sildim. Burada istədim ki, başqa bir element yaradım. H1-i belə yaratsam, alınmır. Bu şəkildə yaza bilmirəm H1. Tamam? Çünki ancaq create element yaza bilirəm. Mən tildanla yazsam. React create elementə görə gedib onu yaradır. Tilda ilə zadla versən, gedib aləmi vuracaq bir-birinə. Elə bildim, belə kontekst olaraq içinə atır ona görə. Ha, yo. Sırf gedir bu. Burada şeydə axı, bu HTML deyil axı. Bu React arxa fonda gedib bütün taglərə uyğun, nə bilim, nələrsə şey eləyib ha. Bəs class ID vermək istəyəndə onu necə edirik? Class ID o hamısına gələcək, hamısına. Hələ yolun başlanğıcındayıq. Nətər dedim ha? Hə, əsrarəngiz oturmadı elə bil. Nəysə, okey. Tamam. Deməli divimiz və fikir verdinizsə, divin içərisində H1 yarandı. Okay? Tamam, bu da əla, kursuz. Bu da super, yaxşı. İndi mən nə etmək istəyirəm? Mən də istəyirəm ki, H1-in də altından nə olsun? Kursları yazaq da, məsələn, Turing kod, nə bilim, div, bunları yazaq. Biraz məlumat yığaq, bir siyahlandıraq. Okay? Nə edirəm? Kursusum var. H1-in içərisinə atmamalıyam o dediklərimi. H1-in altından olmalıdır. Düzdürmü? Sibling olmalıdır. Ay sağ ol. Deməli nə edirəm? Amma divin içərisində olmalıdır. Onun altına yazılır. Bu divin içərisində olmalıdır. Mən də bilirəm ki, divin içərisində olmalıdırsa bu üçüncü arqumentimdir. Nə edir uşaqlar burada? Bir daha qatırıq bunu. Yox, bir dənə ərriyi açıram. Ərriyi açıram və deyirəm ki, bəli, ora şeydə gələcək. Normaldır, bunu hardan bilirsən? Ay Allah, nə olub? Hə, deməli, nə edirik? Ərriyi atırıq. İndi nə edirəm? Buradakı artıq kursların arxasından bunları yığıram. Deməli, nə yazıram? React create element
Yenə bir div. Yenə boş propslar. Buradan da artıq adları yazım da, yox. Yaxud belə eləyə bilərik. Burada da artıq bir div yaradaq, həmən divin içərisində sıralansın. Tamam? Bəli. Div yazmıyor, o L yazar, içindən lilər var. O, mən açıldan xoşum gəlmir. Tamam. Gəlirik React, create element eləyirik. Və buradan P-ni atıram uşaqlar. Artıq P-ni atıram. Okay. P-ni atırıq. Yenə propslarımız yoxdur və buradan Turing'i yazıram. Turing. Gələk nəticəmizə baxaq. Not render sözünü istəyirlər, yəni o düşünürəm. Yox, elə başlanğıc sonu yazmışdım ki, React-ın o dövrəyə girmək məsələsinə baxasınız ki, React necə girdi onu override elədi. Okay? Tamam. Kursus Turing'i görürük, düzdürmü? Turing, okay. Turing'i gördük. İndi bunu da kopya edirəm, array-in içərisindəyəm. Bilirəm ki, array-imin içərisindəki hamısı gedib düşəcək divimin ortasına. Gəlirəm React, create element, təzədən bir dənə P, mod 4 yox, Code Academy. Okay. Nə gəldi? Code Academy gəldi, çıxdı sıraya. Okay. Tamam. İndi uşaqlar, gəlirəm indi. Bu kursları bildik. Biz necə yaradırıq elementi, düzdürmü? Kontenti necə veririk, elementi necə yaradırıq, atribut vermək istəyirsə hardan veririk. İndi nə edirəm? Gəlib bu kurs adlarını biraz genişləndirmək istəyirəm. Məsələn, Turing'ə genişləndirmə nə yazmaq olar? Çoxları yazılır. İçindəkiləri deyilsə backend falan. Tədris sahələri. Nəsə elə bir şeyini yazaraq. İndi nə etməliyəm? Yəni məqam hansı hissədədir? Bu hissəyə kimi aydındır hər şey uşaqlar. İndi mən gəlirəm, bax bu hissə var ha, bax bu hissə var. Bunu çıxardıram ayrıca komponentə. Niyə? Çünki Turing Code Academy hamısı eyni komponent olacaq. Reusable komponent olacaq ki, mən bunu başqa yerdə də istifadə edə bilərəm. Yəni bu artıq komponentə girir. Eyni şeydir. Yazıram nə? Const kurs deyirəm elə. Kurs deyirəm. Arrow function return eləyir nə? React nöqtə create element. Düzdürmü? Div boş obyekt app. Ha. Sonra, okey. Burada da məsələn yazaq Turing. Turing. Okay. Gəlirəm bura. Deməli, divimin içərisində idi bunlar, düzdürmü? Bunları silirəm. Bir dənə bura təzədən yenə React create element atıram. Bu dəfə yalnız kursları atıram uşaqlar. Yalnız kursları atıram. Niyə? Çünki artıq mən kurs komponentini yaratmışam. Gəlirəm bura, yenidən React create element deyirəm və kursu atıram bura. G6 deyə yanında skopkalar açmır. Aha, hə. Çünki o C6-də ancaq bilir ki, skopkaya uyğun. Okey. Gəlirik, refresh atdığında Turing'i görmüş oluq. Okey. İndi hal-hazırda biz create elementlə öz komponentimizi yaratmış olduq. Amma hal-hazırda nə kimi bir problemimiz var? Bizim adlarımız, daha sonra biraz da həmən komponenti genişləndirməliyik, altından bir əlavə info verək. Tamam? Və ən böyük hal-hazırki problemimiz nədir? Bizim Turing'imiz statikdir. Amma bayaq necə idi? Code Academy, digər kursların da adları ora gəlməli idi. Düzdürmü? Okay? Yox. Uşaqlar, burada əslində ucu giririk nəyə? Bax, keçən dərs girdim, bilmirəm indi orada nətər tutdunuz, necə tutdunuz. Keçən dərs biz nə komponent yazmışdıq? Ha, propslar. Komponent nəyi yazmışdıq keçən dərs? Komponent nə yazmışdıq?
komponent ne yazmışdı? Ha, nə komponent? Kart yazmışdı. Kart yazmış, düzdürmü? Bizə kartları dinamikləşdirmək üçün nədən istifadə elədik? Propsdan istifadə elədik, düzdürmü? Bax, eyni məsələ uşaqlar, bax buradadır. Okay? Eyni məsələdir. Gəlin belə eləyək də. Kurs. Okay, deməli, qəbul edirəm buradan. Functiondur. Hardan başqa qəbul edə biləcəm? Parametrdən qəbul edirəm. Düzdürmü? Deyirəm ki, sənin kontentin olacaq. Yox. Neyim? Birinci, burada nə demişdik biz? Propslarımız burada olacaqdı. İkinci arqumentdən göndərdiyimiz həm propslarımız, həm də ki atributlarımız olacaq. Okay? Deyirəm ki, props nöqtə nə göndərək buna? Name. Sonra başqa nə göndərə bilərik? Yox. Capacity. Okay. Tamam. İndi gələk ən birinci bir konsolluq verək, bir propsumuza baxaq. Gəlib nə edirəm? Mən bu kursa nəsə göndərmək istəyirəmsə, gəlirəm vergülü açıram, mötərizədə artıq buna həmən infoları vermiş oluram. Deyirəm neyim? Turing capacity nə bilim 4. Görək nə baş verir. Nasıl portdadır? Belki representative yazmalıyız. Okay. Key məsələsidir. Key verməlidir. Bu prosto niyə error verir? Key for okay. Mən 2 dəfə ucu kurs çağırmışsınız, onunla da 2 istəyir. Aha, yes. Belki create element yazmalıyız. Yo, create element de yazmalı. Oydu. Hamısını forda içine sarıyor. Create element child'ı göndərir. Key'i göndərir. Gəl create elementə baxaq da. Belki number göndermez type'ına uygun. Yani string gönderdiniz ki hatta kursor 1, 2 yaz. Yukarıda Olsun, o şeyə görə şey eləmir axı heç. Ona görə baxmır. Hardasan sən? This count of date. Yaxşı bildim də, bəs yox. Mən hardan göndərim bunun keyini? Yox, cosname, greeting, type, optional, F2. Okay, propsdan deyir. Hə də, propsdan verəcəm də, mən də temaya. 2, 1. O əlavə yazdığınız keylər silmezler. Niyə? Əlavə keylər, hanı? Bir tane de object açık key yazmışsınız. Hə, okay. Yo. 2 1 2 2. Niyə? Çox maraqlı.
Okay uşaqlar, bu warningdir. Bunun şeydir, belə deyim, hal-hazırda yazdığımız React app'i partlatmır, dağıtmır. Sadəcə warningdir. Bunu siz JSX-də görəcəksiniz. Prosta create elementə baxdım. Dediyinə görə props'a verməliyik, amma props'a verdim yenə də bir fərq vermədi. Okay. Deməli, gəldik biz bayaqki problemimiz kontentə vermirdik deyə UI-yi görmürdük. Tamam? Bu idi problemi. Fikir verdisi 3-cü arqumenti göndərmirdim onu. Okay. İndi gəlib bir üstündən keçək. Görək biz nə etdik. Deməli, bir dənə komponenti mən yaratdım. Komponentimizi yaratdıq. Props'dan qəbul edirik onu. Düzdürmü? Və artıq kontentimizi dinamikləşdiririk. Turing'i göndərirəm, capacity-ni göndərirəm. Props'dan qəbul edirəm onu, content hissəmdə və nə edirəm? Onu göstərmiş oluram. Key nədir? Key JSX-ə daha yaxşı başa düşəcəksən. Key React-da hesablamağı kömək edir. Yəni ki, hansı kontentin, hansı elementlərin yenidən render olmalıdırsa, həmən bu keylərə baxır, onu əvvəlki ilə müqayisə edir. Əgər həmən keyin dəyişibsə, götürür onu yenidən render edir. Onu sən map ilə yazacaqsan, çoxlu şeylər yazacaqsan map metodunun, onda tam tutarsan ki, hə, bu nədir? Okay? Okay uşaqlar. Deməli, props name, props capacity. İndi mənə bir dənə Rauf 3-cü kursu yazmağa kömək eləsin. Aha, buradan da düzdürmü? Aha. Nə olsun? Kurs, aha. Deməli, buradan nələrimiz göndərilirdi? Aha, yes, name, div və buradan da artıq kapasitimizi göndəririk. Okay. Və gəlir refresh not rendered. Bəli, div də gəldi, çıxdı. Okay. Artıq, məsələn, mən buradan gəlib, məsələn, bir bayaq soruşdu Fərid. Məsələn, burada artıq mən class name-ni verəcəm. Məsələn, class name test. Gəlirik, baxırıq UI-mıza. Fərid, bir dənə bura bax. Bəli. Artıq sən bütün nə atribut verəcəksənsə, ID, class falan, onu props verilən yerdən, yəni bu hissədən vermiş olacaqsan. Okay? Okay uşaqlar.